Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 8-ci sinif riyaziyyat dərsliyindən səhifə 103-də yerləşən rasional ifadələrin toplanması və çıxılması mövzusunu izah edəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 8-ci sinif riyaziyyat dərsliyinin izahlarının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videoları bəyənərək mənə dəstək olmağı unutmayın. Həmçinin fikir və təkliflərinizi də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. İndi isə uşaqlar keçək mövzumuza. Mövzumuz rasional ədədlərin toplanması və çıxılmasıdır. Rasional ifadələrin toplanması və çıxılması qaydaları adi kəsirlərin toplanması və çıxılması qaydaları ilə oxşardır, hətta eynidir. İndi yadımıza salaq, məxrəcləri eyni olan kəsirləri necə toplayıb çıxırdıq? Məxrəc olduğu kimi qalırdı, surətləri toplayıb surətdə yazırdıq. Əgər çıxmadısa, məxrəclər yenə olduğu kimi qalırdı, surətləri çıxıb surətdə yazırdıq. Bu qayda rasional ifadələr üçün də doğrudur. Məxrəc eynidirsə olduğu kimi qalacaq, surətləri toplayıb surətdə yazırıq, çıxmadısa çıxıb surətdə yazırıq. Məsələn, birinci nümunəyə baxsaq, məxrəcləri eynidir, deməli olduğu kimi qalacaq. Surətləri toplayıb surətdə yazırıq. Sadələşdirsək, x çıxaq 2-də x kvadrat çıxaq 4 qaldı. X kvadrata çıxaq 4 kvadratlar fərqidir. Onu müxtəsər vurma düsturları şəklində sadələşdirdik və məxrəclə ixtisar getdi. Qaldı x üstə gələ 2. Məxrəci ixtisar eləməyimizə baxmayaraq, onu sıfırdan fərqli götürməliyik. Nə vaxt x çıxaq ki fərqlidir 0, x də fərqlidir ki, yəni x 2-dən başqa bütün qiymətləri ala bilər. İndi uşaqlar, baxaq məxrəclər müxtəlif olsa necə işləməliyik? Yadınızdadırsa, adi kəsirlərin məxrəci müxtəlif olduqda, öncə onları ortaq məxrəcə gətirirdik, sonra toplayıb çıxırdıq. Ortaq məxrəcə gətirərkən elə bir ədəd seçirdik ki, həm birinci kəsrin məxrəcinə, həm də ikinci kəsrin məxrəcinə bölünsün. Məxrəcinə böldükdən sonra tamamlayıcı vuruqlarını tapıb surətə vururduq. Eyni qayda rasional ifadələr üçün də keçərlidir. Əgər məxrəclər müxtəlifdirsə, elə bir ifadə tapırıq ki, həm birinci kəsrin məxrəcinə bölünür, həm də ikinci kəsrin məxrəcinə bölünür. Çox vaxt, əksər vaxt məxrəclərin hasilini seçirik burada. Sonra, məsələn, məxrəc B-dir, D-dir. B-dir hasilini götürsək, həm birinci kəsrin məxrəcinə bölünəcək, tamamlayıcı vuruq D olacaq, ona görə surəti D-yə vurduq. B-də götürsək, həm ikinci kəsrin məxrəcinə bölünür, tamamlayıcı vuruq B qalır, B-ni də C-yə vururuq. Sonra məxrəclər eyni olduğundan olduğu kimi qalacaq, surətləri toplayıb surətdə yazırıq. İkinci nümunədə buna uyğun bir misal verilib. X çıxaq 4, x üstə gələk 4-dür. Yenə təkrar edirəm. Rasional kəsirləri toplayıb çıxarkən məxrəclər müxtəlif olanda çox vaxt məxrəclərin hasilini ortaq məxrəc kimi götürürlər. İndi ortaq məxrəc kimi götürəcək x çıxaq 4, vuraq x üstə gələk 4. Həm birinci kəsrin məxrəcinə bölünür, həm də ikinci kəsrin məxrəcinə bölünür. Yaxşı, birinci kəsrin məxrəcinə bölsək, x üstə gələk 4 qalır. Onu da surətə vururuq, tamamlayıcı vuruq olduğuna görə. X çıxaq 4, x üstə gələk 4 ortaq məxrəcini ikinci kəsrin məxrəcinə bölsək, x çıxaq 4 qalır. Onu da 4-ə vurduq, yazdıq. Dolayısıyla uşaqlar, diqqət eləsəniz, elə çarpaz vurmuş kimi olduq. Əgər məxrəclərin hasilini ortaq məxrəc kimi götürmüsünüzsə, elə çarpaz vurub, surəti digər kəsrin məxrəcinə çarpaz vurub surətdə yaza bilərsiniz. Daha qısa getmiş olacaqsınız. Eyni nəticə alınır. Sonra da artıq sadələşdirib cavabı tapırıq. İndi ola bilər ki, burada deyəndə biraz yaxşı başa düşməyəsiniz, qaranlıq qalar. İndi gəlin keçək çalışmaların izahına. Çalışmaları izah edərkən hər bir nümunəyə aid kifayət qədər misal izah edəcəm və daha rahat başa düşəcəksiniz. Birinci sualda əməlləri yerinə yetirin. Məxrəcləri eyni olan hala aiddir. Gəlin baxaq. A bəndində 3-də A, üstə gələk 3-də B. Məxrəcləri eynidir, olduğu kimi qalacaq. Surətləri toplayıb surətdə yazıram. Bu ifadə də sadələşmir, bu şəkildə də qalır. İndi keçək B variantına. B variantında 6-da x, üstə gələk 6-da A çıxaq x. Yenə də məxrəclər eynidir, olduğu kimi qalacaq. Surətləri toplayıb surətdə yazıram. X, üstə gələk A çıxaq x. X-lər gedir.
Biri mənfidir, biri müsbətdir, əks işarəli hədlərdir. Ona görə 6 qalır surətdə, daha doğrusu 6 məxrəcdə, A isə surətdə qalır. X-lər əks işarəli hədlər olduğuna görə cəmi 0 verir bizə. Keçək uşaqlar C variantına. Surətdə A üstəgələk C, məxrəcdə A verilib, üstəgələk A-da A çıxaq C. Məxrəclər eynidir, olduğu kimi qalır. Surətləri toplayıb surətdə yazıram. Ortada çıxma olsaydı, çıxıb surətdə yazardım. İndi orada C-lər əks işarəli hədlərdir, gedəcək. Bir mənfi, bir müsbətdir. Toplayanda islah olunur. Yəni, cəmi sıfıra bərabərdir əks ədədlərin. Yerdə qalır A-da 2A. 2A-nı da A-ya böləndə A-lar ixtisar gedir, sadəcə qalır 2. A-lar ixtisar gedir, sadəcə qalır 2. Keçək D variantına. D variantında Y-də x üstəgələk 3, üstəgələk Y-də 2 çıxaq x. Yenə məxrəclər eynidir, olduğu kimi qalacaq. Surətləri toplayıb surətdə yazıram. X üstəgələk 3, üstəgələk 2 çıxaq x. X-lər əks işarəli hədlərdir, islah olur. Əks ədədlərin cəmi sıfıra bərabərdir. Getdi bunlar. Yerdə qaldı. Surətdə 2 ilə 3-ü topladıq 5, məxrəcdə isə y. Bu birinci çalışmanın izahı idi. İndi isə uşaqlar keçək ikinci çalışmanın izahına. Gördüyünüz kimi heç də çətin deyil. Əməlləri yerinə yetirin. A bəndindən başlayaq həll etməyə. 8-də A çıxaq 2 verilib. Üstə gələk 2A plus 5-də 8 çıxaq 3 çıxaq A-da 8. İndi uşaqlar diqqət eləsəniz, ilk 2 dənə kəsiri toplamalıyıq. Sonra aldığımız cavabdan digərini çıxmalıyıq. Elə mən ümumi yazacağım. Məxrəcləri 8-də olduğu kimi saxladım. Surətdə A çıxaq 2, üstə gələk 2A üstə gələk 5. Bunların arasında üstə gələk işarəsi idi. Olduğu kimi yazdım. Digərində isə uşaqlar çıxaq işarəsi var. Çıxaq 3 üstə gələk A olacaq. Niyə üstə gələk? Burada bir dənə mötərizə qoysa uşaqlar, bu mənfi ortadakı mənfiyə təsir edib onu müsbətə çevirir. Bax ona görə. İndi o mötərizəni silirəm. Yəni, üstəgələk çevirməyimin mənası odur. Qarşıda mənfi işarəsi varsa, o işarəni əksinə dəyişir. Bərabərdir. Məxrəc 8 olduğu kimi qaldı. Sonra surətə baxaq. A üstünə 2A gəldim. 3A, 3A-nın üstünə də 1A gəldim. 4A. Sonra ədədlərə baxaq. 5, 5-dən 3-ünü çıxdım. 2, 2-dən də 2-sini çıxdım. 0. Oldu elə 4A. Yuxarıda ədəd qalmadı. 8-də 4A. 4-ə ixtisar getsə surətdə A, məxrəcdə isə 2 qalacaq. 4-ə ixtisar elədik. Hətta ixtisarı da göstərim. 4-ə ixtisar eləyəndə burada qaldı. Burada da 2 qaldı. İndi uşaqlar keçək B variantına. B variantında məxrəc 2x-dir. 2x-də 3x çıxaq 2y. Bu birinci kəsir. Üstə gələk 5x çıxaq 3y. Bu da ikinci kəsir. Çıxaq x çıxaq 5y bölək 2x. Məxrəc olduğu kimi qalacaq. Hamısında eynidir. İlk iki kəsirin surətlərini toplayıram, çünki arada toplama işarəsi var. 3x çıxaq 2y, üstə gələk 5x çıxaq 3y. Digər kəsirdə isə mənfi işarəsi var. Deməli, bu işarə əksinə dəyişəcək. Olacaq çıxaq x, üstə gələk 5y. Sadələşdirək uşaqlar. 3x üstünə 5x gəldim. 8x, 8x-dən 1x-i çıxdım 7x. 7x. Sonra mənfi 2y, mənfi 3y, mənfi 5y eləyir. Üzərində 5y gələndə 0. Y qalmadı.
Məxrəcdə isə 2x. X-lər ixtisar getsə 7 bölək 2, yəni 3,5 qalacaq. Bu da ikinci çalışmanın izahı idi. İndi isə uşaqlar keçək üçüncü çalışmanın izahına. Sadələşdirin. A bəndində məxrəc x çıxaq 4-dür hər iki kəsirdə. Məxrəclər eynidirsə olduğu kimi qalır. Surətləri çıxıb surətdə yazırıq. 16 çıxaq x kvadratı. İndi uşaqlar, surətdə bir dənə mənfini qarşıya yazıb hədlərin yerini dəyişə bilərəm. Niyə dəyişdiyimi isə birazdan izah edəcəm. Çünki məxrəcdə x çıxaq 4-dür. Bizə surətdə x çıxaq 4 lazımdır ki, ixtisar gedə bilsin. Mənfini ümumi qarşıda yazıram və kvadratlar fərqi kimi sadələşdirirəm. X çıxaq 4, x üstəgələk 4. Məxrəcdə də x çıxaq 4 var. Bax, bu ixtisar getsin deyə surətdə yerlərini dəyişdim. Və fərqin hədlərinin yerini dəyişərkən qarşıya bir dənə mənfi yazmaq lazımdır ki, misalımız düzgün olsun. Surətdə qaldı x üstəgələk 4, məxrəcdə də 1 qaldı. Heç o 1-i yazmağın mənası yoxdur. Qabaqda da bir dənə mənfi işarəsi var. X üstəgələk 4. Bunu açıb belə də yazmaq olar uşaqlar. Mənfi x çıxaq 4. Necə istəyirsinizsə o formada saxlaya bilərsiniz. Keçək indi B variantına. Məxrəc B üstəgələk 5-dir. Surət 25. Çıxaq B kvadratı. Məxrəcdə isə B plus 5. İndi uşaqlar, məxrəc eynidə olduğu kimi qalır. Surətləri çıxıb surətdə yazıram. Surət kvadratlar fərqidir. Bir dəfə 5 üstəgələk B, bir dəfə də 5 çıxaq B şəklində sadələşdirdim. Məxrəcdə də B üstəgələk 5 var. İndi uşaqlar, B üstəgələk 5, 5 üstəgələk B. Eyni məna verir, eyni qiymət verir. Toplananların yerini dəyişsək, cəm dəyişməz. Ona görə bu ikisini ixtisar edə bilərəm. Bərabərdir. 5 çıxaq B qaldı. Bunu yuxarıdan qeyd eləmək istəyirəm sizə uşaqlar. A üstəgələk B ilə B üstəgələk A eyni şeydir. Məsələn, 2 üstəgələk 3, 3 üstəgələk 2 eyni cavab verir. Amma A çıxaq B ilə B çıxaq A eyni deyil. Məsələn, 5 çıxaq 2 bu bizə 3 verir. Amma 2 çıxaq 5 bu bizə mənfi 3 verir. Yəni, bunlar bir-birinə bərabər deyil. Yerini dəyişmək istəyiriksə, qarşıya mənfi atmalıyıq ki, onlar bir-birinə bərabər olsun. Çünki cavab əks işarəli alınır. Qarşıya bir dənə mənfi yazsaq, onlar bir-birinə bərabər olacaq. Bunu da əlavə qeyd kimi sizə dedim. Misalların həllində çünki istifadə edirik. Bu B variantının izahı idi. İndi isə uşaqlar keçirəm C variantının izahına. Yenə məxrəclər eynidə olduğu kimi saxlayıram. Surətləri toplayıb surətdə yazacağım. Y çıxaq 3 üstəgələk 11. Surətdə Y 11-dən 3-ün çıxanda 8 qalır. Y üstəgələk 8 qaldı. Məxrəc də kvadratlar fərqidir. Bir dəfə Y üstəgələk 8, bir dəfə də Y çıxaq 8 şəklində sadələşdirdik. Və bu surətlə ixtisar gedir. Burada 1 qaldı, burada isə Y çıxaq 8 qaldı. Surətdə 1, məxrəcdə isə Y çıxaq 8 qaldı. Məxrəcdə 1 qalanda onu yazmaya bilərsiniz, amma surətdə 1 qalanda onu mütləq yazmaq lazımdır. D variantına baxıram. A kvadratı çıxaq 9, məxrəc hər ikisində bu şəkildədir. İndi məxrəclər olduğu kimi qalır. Surətləri çıxıb surətdə yazıram. Məxrəc də kvadratlar fərqi düsturudur. Bir dəfə A çıxaq 3, bir dəfə də A üstəgələk 3 şəklində yazırıq və surətlə ixtisar edirik. Burada 1 qaldı, burada isə A üstəgələk 3 qaldı məxrəcdə. D
B variantının da izahını yazdıq. İndi isə uşaqlar lövhəni təmizləyib keçirəm E variantının izahına. Yenə də məxrəclər eynidir, olduğu kimi qalır. Surətləri toplayıb surətdə yazıram. X kvadratı üstəgələk 4 üstəgələk 4x. Surət x üstəgələk 2-nin mötərizə kvadratıdır. Müxtəsər vurma düsturlarına görə. Məxrəc isə x üstəgələk 2-dir. Surətlə məxrəc ixtisar gedəndə burada 1 qalır. Burada isə x üstəgələk 2-nin kvadratı olduğuna görə bir dənə x üstəgələk 2 qalır. Keçək F variantına. F variantında uşaqlar a kvadratı çıxaq 6a surətdədir. Məxrəcdə a çıxaq 3-dür. Digər kəsrin məxrəci yenə də a çıxaq 3-dür, eynidir. Surət 9-dur. Məxrəclər eyni olduğuna görə olduğu kimi saxlayıram. Surətləri çıxıb, daha doğrusu toplayıb surətdə qeyd edəcəm. Bircə dəqiqə. 6a üstəgələk 9. Surət a çıxaq 3-ün mötərizə kvadratıdır. Məxrəc isə a çıxaq 3-ün özüdür. Böləndə a çıxaq 3-dən bir dənəsi qalır. O da a çıxaq 3 eləyir. İxtisar elədim də uşaqlar. Burada 1 qaldı. Burada da a çıxaq 3-dən bir dənəsi qaldı. Cavabımız oldu a çıxaq 3. Bu da F variantının izahı idi. İndi isə keçək 4-cü çalışmanın izahına. İfadənin qiymətini tapın. A bəndində x kvadratı üstəgələk 1 bölək x çıxaq 2 çıxaq x çıxaq 2-də 5 verilib. Öncə sadələşdirib, sonra qiyməti yerinə qoyuruq. Məxrəclər eyni olduğu kimi qalacaq. Surətləri çıxıb surətdə yazırıq. X kvadrat üstəgələk 1 çıxaq 5. Surət x kvadratı çıxaq 4 verir. Məxrəc olduğu kimi qalır. Surət kvadratlar fərqidir. Bir dəfə x çıxaq 2, bir dəfə də x üstəgələk 2 şəklində yaza bilərik. Məxrəc yenə olduğu kimi qalır və surətlə məxrəcdə x çıxaq 2 ixtisar gedir. Bərabərdir. X üstəgələk 2 qaldı. X-in də yerinə 98 yazmalıyıq. 98 üstəgələk 2 oldu 100. Bu A bəndinin izahı idi. Eyni qayda ilə keçirik B bəndinin izahına. Məxrəc A kvadratı çıxaq 9 hər iki kəsirdə eynidir. Məxrəc eynidirsə olduğu kimi qalacaq. Surətləri toplayıb surətdə yazırıq. A çıxaq 7 üstəgələk 4 çıxaq 2A. Bərabərdir uşaqlar. Məxrəci kvadratlar fərqi kimi yazacağım. A çıxaq 3 vuraq A üstəgələk 3 şəklində. Surətdə isə deməli mənfi 7 üstəgələk 4 bizə mənfi 3 verir. A çıxaq 2A mənfi A verir. Mənfi A çıxaq 3. Mənfini də mötərizə xaricinə çıxartsaq A üstəgələk 3 qalacaq surətdə. Məxrəc dəyişmir. A çıxaq 3 vuraq A üstəgələk 3. Surətlə məxrəcdə ixtisarımız var. Gəlin ixtisarlar aparaq. A çıxaq 3 ixtisar gedir, A çıxaq 3 ixtisar gedir. Burada 1 qalır. Qarşısında da mənfi işarəsi var. Onu da unutmayaq. Mənfi 1 bölək A çıxaq 3 qaldı. A-nın da yerinə 3 tam onda 1 yazırıq. Mənfi 1 bölək 3 tam onda 1 çıxaq 3. Mənfi 1 bölək 0 tam onda 1. Birin sonuna vergül yazıb bir sıfır əlavə eləyə bilərəm və yaxud hər ikisini 10-a vura bilərəm. 10-a vursam mənfi 10 bölək 1, o da mənfi 10 verir. B variantında izahını qeyd etdik. İndi isə uşaqlar keçək 5-ci çalışmanın izahına.
Məxrəclərə diqqət eləsək, məxrəclər bir-birinə bənzəyir, amma eyni deyil. Biz məxrəcləri eyniləşdirməliyik. Bunun üçün nə edirik? Diqqət eləyin. Y çıxaq 1, 1 çıxaq Y. Burada Y müsbətdir, burada mənfidir. Burada 1 mənfidir, burada müsbətdir. Yəni bir-biri ilə əks işarə ilə fərqlənirlər. Bayaq misalların birində yazmışdım. A çıxaq B, B çıxaq A ilə eyni deyil. Bunları bərabərləşdirmək üçün qarşısına bir dənə mənfi işarəsi atmaq lazımdır. Yenidən vurub atsaq mənfi B, müsbət A. Gördünüz, eyni alındı. Onda birinci kəsirin məxrəcini olduğu kimi saxlayıram. İkinci kəsirin qarşısına mənfi ataraq məxrəcdəki hədlərin yerini dəyişə bilərəm. 1 çıxaq Y-i Y çıxaq 1-ə gətirmək üçün bir dənə mənfi atdım qarşısına. O mənfi də buradakı müsbəti əksinə dəyişdi, işarəni dəyişir. Surətdə də 2 qaldı. Davam eləyək. Məxrəclər artıq eynidir, olduğu kimi qalacaq. Surətləri çıxıb surətdə yazıram. 2-ni də mötərizə xaricinə çıxarsaq Y çıxaq 1 qalır. Məxrəcdəki Y çıxaq 1 ilə ixtisar getsə, cavab qalacaq 2. Bu A bəndinin izahıdır. Keçək B bəndinin izahına. A kvadratı çıxaq 8A surətdə, məxrəcdə də A çıxaq 4. Digərində 4 çıxaq A verilib. İndi birinci kəsir olduğu kimi saxlayıram, ikincinin məxrəcində hədlərin yerini dəyişəcəm, qarşıya mənfi ataraq. İndi uşaqlar, bu ifadənin məxrəcini A çıxaq 4 şəklində yazmaq üçün qarşısına bir dənə mənfi atmaq lazımdır. O mənfi də buradakı işarəni əksinə dəyişib müsbət eləyəcək. Ortadakı işarəni əksinə dəyişəcək. Surət oldu 16. Bərabərdir. Məxrəclər eynidir. Olduğu kimi saxlayıram. Surətləri toplayıb surətdə qeyd edirəm. Surət müxtəsər vurma düsturlarına görə A çıxaq 4-ün mötərizə kvadratıdır. Məxrəc isə A çıxaq 4-ün özüdür. İxtisar gedir A çıxaq 4-ə. Bir dənə A çıxaq 4 qalacaq. Burada da 1 qalacaq. Bərabərdir. A çıxaq 4 bölək 1. Elə o da A çıxaq 4 deməkdir. B bəndini də yazdıq. İndi lövhəni təmizləyib keçirik C bəndinin izahına. Məxrəclərə diqqət eləsək, birində x çıxaq 2-nin kvadratındır, birində isə 2 çıxaq x-in kvadratıdır. Uşaqlar, əgər dərəcə cütdürsə, buradakı fərqin işarəsini ürəyiniz istəyən formada dəyişə bilərsiniz. Bax, bunu belə də yaza bilərsiniz. Dərəcə müsbət olduğuna görə, bax, bu mötərizənin içində mənfi alınsın, müsbət alınsın, fərqi yoxdur. Cavab eyni verəcək. Bir dənə nümunə göstərmək istəyirəm. 2 çıxaq 5-in kvadratı. Bizə nə verir uşaqlar? Mənfi 3, mənfi 3-ün kvadratı da 9. İndi tərsinə yazaq. 5 çıxaq 2-nin kvadratı yazaq. Görün ki, həqiqətən eynidir. Bu 3 eləyir. 3-ün kvadratı yenə 9. Gördünüz, bu ikisi bir-birinə bərabərdir. Əgər dərəcə cütdürsə, qarşıya mənfi atmağa ehtiyac yoxdur. Onsuz da kvadrat o mənfini yox eləyəcək. Dərəcə cütdürsə, mötərizənin içindəki hədlərin yerini rahat dəyişə bilərsiniz. Amma dərəcə yoxdursa, qarşıya mənfi atıb dəyişin. Lövhədə qeyd etmişəm. X çıxaq 2-nin kvadratı, digərini də yazıram, yenə x çıxaq 2-nin kvadratı. Rahatlıqla yerini dəyişdik və bu zaman işarələr dəyişmədi. Məxrəclər eynidir, olduğu kimi saxlayıram. Surətləri çıxıb surətdə yazıram. Surətdə kvadratlar fərqidir. Bir dəfə cəmi, bir dəfə fərqi şəklində sadələşdiririk. Məxrəci isə 2 dəfə təkrar yazacağım. Yazmaya da bilərəm. Birbaşa da ixtisar eləyə bilərik. Sadəcə daha rahat görünsün deyə belə yazdım. İxtisar elədik x çıxaq 2-lərə. Surətdə qaldı x üstəgələk 2. Məxrəcdə isə qaldı x çıxaq 2. Bu da C variantının izahı idi. İndi isə uşaqlar, keçək 6-cı çalışmanın izahına.
İsbat edin ki, dəyişənin mümkün qiymətlərində ifadənin qiyməti dəyişənin qiymətindən asılı deyil. Bunun üçün uşaqlar ifadəni sadələşdirdikdə məxrəcdə dəyişən qalmamalıdır və yaxud ümumiyyətlə dəyişən qalmamalıdır ki, ifadə dəyişəndən asılı olmasın. Gəlin sadələşdirək. Məxrəclərdə 2 çıxaq 3-dür, bir də 3 çıxaq 2-dir. İkinci kəsrin məxrəcində hədlərin yerini dəyişib qarşıya mənfi yazacağam. Birincini olduğu kimi saxlayıram. İkinci kəsrin məxrəcində 2x ilə 3-ün işarəsini dəyişirəm. Yerini dəyişirəm. Yerini dəyişəndə işarəsi də dəyişmiş olur. Ona görə qabağa bir dənə mənfi atsaq, bu müsbəti mənfiyə çevirəcək. Mənfi müsbətə vurulanda mənfi ilə işarə əksini dəyişir. Surətçisi olduğu kimi qalır. Məxrəclər eynidir. Olduğu kimi qaldı. Surətləri çıxıb surətdə yazacağam. 3x üstəgələk 1-dən çıxıram x üstəgələk 4-ü. Bax, bu mənfi bunu təsir edib, bunu əksinə dəyişir. X çıxaq 4 olur. Bərabərdir. Surətdə 2x çıxaq 3, məxrəcdə isə 2x çıxaq 3. 2x-i çıxaq 3-ü 2x çıxaq 3-ə böldükdə cavab 1 alınır. Bəli, gördünüz, dəyişən qalmadı, deməli dəyişəndən asılı deyil. Bu A bəndinin izahı idi. İndi lövhəni təmizləyib keçirəm B variantının izahına. Yenə birinci kəsrin məxrəcini olduğu kimi saxlayıram. İkinci kəsrin məxrəcində hədlərin yerini dəyişəcəm və bu zaman ortadakı işarə də əksinə dəyişəcək. Çünki qarşıya bir mənfi atmış oluram. Bax, bunun yerini, hədlərin yerini dəyişəndə bu qarşıya atdığımız mənfi bura təsir eləyir, işarə əksini dəyişir, olur müsbət. Surət isə dəyişmir. Artıq məxrəcləri eyni olan kəsirlər aldıq. Məxrəc olduğu kimi qalır. Surətləri toplayıb surətdə yazıram. 5x çıxaq 8 üstəgələk 3x çıxaq 8. 5x, 3x, 8x eləyir. Mənfi 8, mənfi 8, mənfi 16. Məxrəcdə isə 4x çıxaq 8. Surətdən 8-i mötərizə xaricinə çıxartsam, x çıxaq 2 qalır. Məxrəcdən isə 4-ü mötərizə xaricinə çıxarsam, x çıxaq 2 qalır. Və burada ixtisarları aparaq. X çıxaq 2, x çıxaq 2 getdi. 8-i də 4-ə böləndə qaldı 2. Məxrəcdə isə heç nə qalmır, 1 qalır. Surətdə 2, məxrəcdə 1. 2-ni də 1-ə böləndə 2 alınır. Və görürsünüz ki, dəyişən yoxdur. Deməli, dəyişəndən asılılıq da yoxdur. Bu da B bəndinin izahı idi. İndi isə lövhəni təmizləyib keçirəm C bəndinin izahına. Yenə də birinci kəsri olduğu kimi saxlayıram. İkinci kəsrin işarəsi, hədlərin işarəsini dəyişəcəm. 1 çıxaq A kvadratıdır. Mən A kvadratı çıxaq 1 şəklində yazmaq istəyirəm. Bunun üçün ortaya bir dənə mənfi atırıq və o mənfi işarəni əksinə dəyişir. Olur 2. Məxrəclər eyni alındı. Olduğu kimi saxlayırıq. Surətlərə çıxıb surətdə yazacaq. Bərabərdir. Surət A kvadrata çıxaq 1 alındı. Məxrəc də A kvadratı çıxaq 1-dir. Eyni həddir. Böləndə cavab 1 alınacaq. Dəyişəndən asılılıq yoxdur. İsbat elədik. Bu 6-cı çalışmanın izahı idi. İndi isə keçək 7-ci çalışmanın izahına. Ümumiyyətlə, 7-ci çalışmanın izahına keçməzdən öncə sizə qısa bir şey izah eləmək istəyirəm. Hiss elədim ki, bu qarşıya mənfi atmağı bir o qədər yaxşı başa düşməniz. Məsələn, tutaq ki, uşaqlar x çıxaq 2-dir. Bu qarşıya mənfi ataraq deyirik ki, bunun hədlərinin yerini dəyişə bilərik. İndi qayıdıb mənfiyə vursaq hər ikisini. Görün, özün alınacaq. Mənfi 2 üstəgələk x alındı. Bu da elə x çıxaq 2 deməkdir. Görürsünüz, özünə qayıdır. Yəni, fərqin hədlərinin yerini dəyişmək üçün mütləq qarşısına bu mənfini yazmaq lazımdır ki, həqiqətən bərabər olsun. Və yaxud indi qarşıya o mənfi atanda necə bu işarə dəyişir, onu izah edeyim. X üstəgələk x çıxaq 3-dür, tutaq ki. X çıxaq 3. Bu dərs deyil. Sadəcə başa salmaq üçün izah edirəm. Surətdə də 1-dir. Məxrəci mən 3
üstə gələk 3 çıxaq x formasında dəyişə bilərəm. Qarşıya mənfi yazaraq bunu dedik. Bir dənə də mənfi burada var axı. Bax, bu iki mənfi bir-birinə təsir eləyəndə olacaq müsbət. İşarə dəyişdi. Gördünüz? Bayaq dediklərim buna aid idi. Ümid edirəm ki, daha başa düşdünüz. İndi isə keçirəm 7-ci çalışmanın izahına. Əməlləri yerinə yetirin. Burada uşaqlar diqqət edirsinizsə məxrəclər müxtəlifdir. 2 və elə ədəd tapırıq ki, o həm 2-yə bölünsün, həm 3-ə bölünsün. Bu ədəd 6-dır. 6-nı 2-yə böləndə tamamlayıcı vuruq 3 qalır. 6-nı 3-ə böləndə tamamlayıcı vuruq 2 qalır. 3A üstə gələk 2A olur 6-da. 3A üstə gələk 2A 6-da 5A. Məxrəclər müxtəlif olanda, bax bu şəkildə ortaq məxrəcə gətirib yazırıq. A bəndinin izahını yazdıq. İndi B bəndinə keçirəm. B bəndində B-də A verilib, çıxaq A-da B verilib. Elə bir ədəd, elə bir ifadə tapaq ki, həm A-ya, həm B-yə bölünsün. Rasional kəsirləri toplayıb çıxarkən çox vaxt elə məxrəclərin hasili götürülür, ortaq məxrəc kimi. AB hasili götürsəm, o həm B-yə bölünə bilir, həm də A-ya bölünə bilir. Yaxşı. İndi uşaqlar, AB-ni, AB hasilini B-yə bölsək yerdə nə qalacaq? A. Tamamlayıcı vuruq deməli oldu A. AB məxrəcini A-ya bölsək nə qalır? B. Deməli, tamamlayıcı vuruq oldu B. Məxrəcə bölüb tamamlayıcı vuruğu tapırıq və surətə vururuq. Siz o vaxtlar çəkməsəz də olar. Oldu A kvadratı, çıxaq B kvadratı. Məxrəc olduğu kimi qaldı AB eynidir. Surətləri çıxıb surətdə yazıram. Surətdə kvadratlar fərqi kimi sadələşə bilər. Bu şəkildə də saxlasız problem deyil. A, B. Bax, bu şəkildə qaldı. Bu da ikinci B bəndinin izahı idi. İndi isə keçək C bəndinin izahına. Məxrəclər Y və X-dir. X-Y hasili götürsəm, hər ikisinə bölünəcək. X-Y hasilini Y-ə böləndə tamamlayıcı vuruq X qalır. X-ə böləndə tamamlayıcı vuruq Y qalır. Məxrəcə bölüb surətə vururuq. X kvadratı üstə gələk Y kvadratı. Məxrəclər eynidir, olduğu kimi qalır. Surətləri toplayıb surətdə yazırıq. Surət də sadələşmir, elə bu formada da qalacaq. Sonra keçək D variantına. Hətta lövhəni təmizləyib o şəkildə yazım, çünki tam sığışmayacaq. D variantında deməli, birinci kəsrin məxrəci 4B-dir, surət 8B üstə gələk Y. İkinci kəsrin məxrəci 3Y, surəti 6Y, üstə gələk B. İndi uşaqlar, məxrəc 4B və 3Y-dir. 12BY götürsəm, 12BY götürsəm, həm birinci kəsrə məxrəcinə bölünür, həm də ikinci kəsrin məxrəcinə bölünür. Yaxşı. 12BY-i birinci kəsrin məxrəcinə bölsək, qalır yerində 3Y. Deməli, tamamlayıcı vuruq 3Y-dir. Surəti 3Y-ə vurmalıyam. Surəti 3Y-ə vurmalıyam. 12BY. Burada 12 olmalıdır. Mən onu nəzərimdən qaçıb yazmamışam. 12BY-i gətirib ikinci kəsrin məxrəcinə bölsək, məxrəcə bölüb surətə vururuq. Qalır 4B. Tamamlayıcı vuruq olur 4B. Surətdəki hədlərin hər birini də 4B-yə vururam. İndi bu oxları çəkirəm ki, başa düşəsiniz. Birazdan siləcəm onları, narahat olmayın. Bunu da mötərizə qoyuram, hər birini vuracam. 3Y vuraq 8B üstə gələk Y. 4B vuraq 6Y üstə gələk B. Bərabərdir. İndi bu çəkdiyimiz oxları silirəm. Yəqin ki, başa düşdünüz.
Misalımızın davamını yazaq. Bərabərdir uşaqlar. Surəti sadələşdirirəm, vurub açacağam. Məxrəc də olduğu kimi qalır. 12 by bərabərdir. 3y-i 8b-yə vuranda 24by üstəgələk 3y kvadratı çıxaq 4 4 yox, alt dəfə 4 24 olacaq. 24by mənfini mənfiyə vuranda mənfi 4b-ni b-yə vuranda mənfi 4b kvadratı. Bu şəkildə alındı. Bərabərdir. Məxrəc 12by olduğu kimi qalır. Surətdə 24by, 24by. Bunlar gedir. 3y kvadratı çıxaq 4b qalır. 4b kvadrat. Bunu da bu şəkildə saxlaya bilərsiniz. D variantının izahını yazdıq. İndi isə lövhəni təmizləyib keçirəm E variantının izahına. Bu 3A-nın məxrəcinə 1 ata bilərik. Ortaq məxrəc götürərik 3 hər ikisi üçün. 3-ü 1-ə böləndə 3 qalır. Tamamlayıcı vuruq 3-dür. Deməli, surəti 3-ə vuracağım. 9A olacaq. 9A-nı yenə 3-ə böləndə 3A qalır. Görürsünüz, seçini dəyişmiş. Sonra ikinci kəsirin surəti isə olduğu kimi qalır. Çünki məxrəc ilə onun məxrəcinə bərabər götürmüşük. 9A çıxaq A. Qaldı 8A bölək 3. F variantına baxaq uşaqlar. F variantında 2-də x çıxaq 2 verilib. Üstə gələk, daha doğrusu çıxaq x. Çıxaq x, üstə gələk x, üstə gələk 2-də 2. Öncə mən bu 2 dənə kəsiri qruplaşdırmaq istəyirəm, bu 2 kəsir. Çünki məxrəcləri eynidir. 2-də x çıxaq 2, üstə gələk 2-də x plus 2. Digər mənfi x isə kənarda yazıram. Məxrəcləri eynidir, olduğu kimi qalır. Surətlər toplanıb surətdə yazılır. X çıxaq 2 üstə gələk x üstə gələk 2. Çıxaq x. Sadələşdirək uşaqlar. İndi bu oxu silirəm. Bərabərdir. Burada mənfi 2 müsbət 2 gedəcək. Əks işarəli hədlərdə islah olunur. Surətdə 2x qalır. 2x bölək 2 çıxaq x. 2x-i 2-yə böləndə 2-lər gedir, eləcə x qalır. X-dən x-i çıxanda 0 qalacaq. Burada bax, bu 2-lər də ixtisar gedir, uşaqlar. 2-lər də gedir, sadəcə x qalır. F variantının da izahını yazdıq. İndi isə keçirəm C variantının izahına. Burada A-nın məxrəcinə özümüzdən 1 yaza bilərik və ortaq məxrəc kimi A-nı götürürəm. Hər ikisinə bölünür, həm A-ya, həm 1-ə. Birinci kəsirin məxrəci dəyişmədi, ona görə surətini də dəyişmirik. Amma ikinci kəsirin məxrəci 1 idi, A-ya çevirdik. Deməli, A-ya vurmuş olduq, surəti də A-ya vururuq, olur A kvadratı. Məxrəc eynidə olduğu kimi qalacaq. Surəti çıxıb surətdə yazıram. A kvadratı üstəgələk C çıxaq A kvadratı. A kvadratları getdi. A kvadratından A kvadratının çıxanda 0 qalır. C bölək A alındı. Bu da G variantının izahı idi. İndi H variantına baxaq. P çıxaq P kvadratı çıxaq 1 bölək P. Belə bir ifadədir. Birinci P-nin məxrəcinə 1 yazıb kəsrə çevirirəm və ortaq məxrəc kimi hər ikisinə P götürürəm. Birinci kəsirin məxrəci 1 idi, P-yə dəyişdi. Deməli, P-yə vurdum. Surəti də P-yə vuracam. Olacaq P kvadratı. Çıxaq. İkinci kəsirin surəti isə dəyişmir, nə də məxrəci dəyişməyib. Məxrəc olduğu kimi qalır, eynidir, surətləri çıxıram. P kvadratı çıxaq P kvadratı üstə gələk 1 olacaq. Çünki bax, bu qarşıdakı mənfi bu mənfiyə təsir eləyir. P kvadratları getdi, 1 bölək P alındı. Bu da H variantının izahı idi. İndi isə uşaqlar, lövhəni təmizləyib keçirəm I variantının izahını. Yenə 4B-nin məxrəcinə 1 yazıram və hər ikisi üçün ortaq məxrəci A götürəcəm.
Birinci kəsrin məxrəcində heç nə dəyişmədi. Deməli, surətini də dəyişmirik. A çıxaq B-nin kvadratı qalır. İkinci kəsrin məxrəci 1 idi, A-ya çevrildi. Deməli, A-ya vurdum. Tamamlayıcı vuruq A-dır, surəti də A-ya vururam. 4AB. Məxrəclər eynidir, olduğu kimi qalır. Surətləri toplayıram. A çıxaq B-nin kvadratı üstə gələk 4AB. Bu da kvadratlar fərqin kvadratıdır. Sadələşdirə bilərəm. A kvadratı çıxaq 2AB üstə gələk B kvadratı üstə gələk 4AB. Surəti sadələşdirdim. Məxrəc isə eləcə A qalır. Surətdə A kvadratı üstə gələk 2AB üstə gələk B kvadratı alınır. 4AB-dən 2AB-sini çıxdım. Məxrəcdə isə A. Surət yenə müxtəsər vurma düsturudur. A plus B-nin kvadratı. Məxrəc isə A. Bu da I variantının izahı idi. İndi isə keçək K variantının izahına. Yenə bu A üstə gələk B-nin məxrəcinə bir atıb onu da kəsrə bənzədirəm və hər iki məxrəcə bölünən A plus B-ni ortaq məxrəc kimi götürəcəm. A plus B həm A plus B-nin özünə bölünür, həm də 1-ə bölünür. Birinci kəsrin məxrəci 1 idi. A plus B-yə çevirmək üçün gərək A plus B-yə vurum. Tamamlayıcı vuruq A plus B-dir. Onda surətdə A plus B-nin kvadratı alınır. İkinci kəsirdə isə heç nə dəyişmir. Məxrəci dəyişməyibsə surət də dəyişməyəcək. Məxrəclər eynidir, olduğu kimi qalır. Surətləri çıxıb surətdə yazıram. A plus B-nin kvadratı çıxaq A kvadratı çıxaq B kvadratı olacaq. Çünki bu qarşıdakı mənfi ortadakı işarəyə təsir edəcək. Bax, bu ortadakı işarəyə təsir edəcək. Əksinə dəyişəcək onu, yəni. Surəti sadələşdirsək, orada bir müxtəsər vurma düsturu var. Onu açaq. A kvadratı üstə gələk 2AB üstə gələk B kvadratı çıxaq A kvadratı çıxaq B kvadratı. Bölək A üstə gələk B var. İndi surətdə uşaqlar A kvadratından A kvadratın çıxanda 0 qaldı. B kvadratından B kvadratın çıxanda 0 qaldı. Onlar getdi. Sadəcə 2AB qalıb. Məxrəcdə isə A üstə gələk B. K variantını da izah etdik. İndi isə uşaqlar keçək 8-ci çalışmanın izahına. 8-ci çalışmada əməlləri yerinə yetirin. İndi baxırıq. Birinci kəsrin məxrəci x çıxaq 1-dir. İkinci kəsrin məxrəci isə x-dir. Hər ikisi üçün ortaq məxrəc x vuraq, x çıxaq 1-i götürürük. Hər ikisi üçün. İndi uşaqlar, x vuraq, x çıxaq 1-i, yəni ortaq məxrəci. Birinci kəsrin məxrəcinə vursaq, məxrəcinə bölsək, tamamlayıcı vuruq, x qalacaq. İkinci kəsrin məxrəcinə vursaq, tamamlayıcı vuruq, x çıxaq 1 qalacaq. Deməli, birincidə x-i vururam, x üstə gələk 1-ə. İkincidə isə x üstə gələk 2-ni vururam, x çıxaq 1-ə. Burada da mötərizə qoyaq surətlərini. Tamamlayıcı vuruğa vurulduğu görülsün. Sadələşdirirəm. Məxrəclər eynidir, olduğu kimi qalır. Surətləri vurub açıram. X kvadratı üstə gələk x. Çıxaq. İndi bunu mötərizədə vurub açacağım uşaqlar. X kvadratı çıxaq 1x. Üstə gələk 2x. Çıxaq 2. Mötərizədə vurdum, açdım. İndi tam aça bilərik. X kvadratı plus x çıxaq, x kvadratı çıxaq, üstə gələk 1x çıxaq 2x, üstə gələk 2. İşarələr əksinə dəyişdi, çünki qarşıda mənfi var idi. İndi x kvadratı ilə x kvadratı əks işarəli hədlərdir. Bunlar getdi, cəmi sıfıra bərabərdir. X ilə x-i toplayanda 2x, 2x ilə də 2x gedəcək. Bax, bu ikisi getdi. Surətdə sadəcə qaldı 2.
Məxrəcdə isə x vuraq, x çıxaq 1. A bəndinin izahını yazdıq. İndi isə keçək B bəndinin izahına. Hər ikisi üçün ortaq məxrəc A üstə gələk 1 vuraq, A çıxaq 1-i götürürəm. Və ortaq məxrəci hər bir kəsirin məxrəcinə bölüb tamamlayıcı vurğu tapıram. Məxrəcə bölsək, A üstə gələk 1 gedir, A çıxaq 1 qalır. Deməli, tamamlayıcı vurğu A çıxaq 1-dir. İkinci də A üstə gələk 1, A çıxaq 1-i. İkinci kəsirin məxrəcinə böldükdə A çıxaq 1 gedir, A üstə gələk 1 qalır. Tamamlayıcı vuruq. Vurub yazaq. A vuraq, A çıxaq 1, A vuraq, A üstə gələk 1. Məxrəc eynidə olduğu kimi saxlayıram. A-nı A-ya vuranda A kvadratı, A-nı mənfi 1-ə vuranda mənfi 1A, üstə gələk A-nı A-ya vuranda A kvadratı, A-nı 1-ə vuranda 1A. A-lar getdi, 1A, 1A, mənfi müsbət getdi. Qaldı 2A kvadratı, bölək məxrəci də vurub aça bilərik, A kvadratı çıxaq 1 şəklində yaza bilərik. Bu da B bəndinin izahı idi. İndi isə uşaqlar, keçək C bəndinin izahına. Məxrəclərin hasilini ortaq məxrəc kimi götürürük. Y üstə gələk 2 vuraq, Y çıxaq 2 hər ikisi üçün. Ortaq məxrəci hər bir kəsirin məxrəcinə bölərək tamamlayıcı vurğu tapıram. Hər bir kəsirin məxrəcinə bölüb tamamlayıcı vurğu tapdıq. İndi davam edirik. Məxrəcləri eynidə olduğu kimi saxlayıram. Surətləri vurub açıram. Y kvadratı üstə gələk 2Y. Çıxaq Y kvadratı, bax bu mənfiyə təsir eləyəcək. Mənfi 2Y-də olacaq müsbət 2Y. Y kvadratları getdi, əks işarəlidir. Qaldı 4Y. Vurub atsaq, Y kvadratı çıxaq 4. Məxrəcdə kvadratlar fərqi idi. Bu isə C bəndinin izahıdır. 8-ci çalışmanı yekunlaşdırdıq. Keçək 9-cu çalışmanın izahına. A bəndində 2 ədədin cəmi 20, bu ədədlərə tərs olan ədədlərin cəmi isə 24-də 5-dir. Bu ədədlərin hasilini tapın. Ədədlər olsun x, y ədədləri. Ədədlərin cəmi oldu 20. Ədədlərin tərsinin cəmi isə, yəni 1 bölək x üstə gələk 1 bölək y-in cəmi 24-də 5-dir. Bu ədədlərin hasilini tapın. İndi uşaqlar ortaq məxrəcə gətirək. Ortaq məxrəc x, y götürə bilərik hər ikisi üçün. Hər bir kəsir üçün ortaq məxrəci x, y götürürük. X, y-i x-ə böləndə tamamlayıcı vuruq y, y-ə böləndə isə tamamlayıcı vuruq x alınacaq. Oldu y, x bərabərdir 24-də 5. Məxrəclər eynidir, olduğu kimi qalır. Surətlər toplayıb surətdə yazırıq. Y üstə gələk x. İndi y üstə gələk x-in qiymətini 20 verib, yerinə yazıram. 20 bölək x, y hasili bərabərdir 5 bölək 24. Çarpaz vurub həll eləyə bilərik. 5 vuraq x, y bərabərdir 20 vuraq 24. 5 vuraq x, y bərabərdir 480. X, y-i də taparkən 480-i bölürəm 5-ə.
X, Y də bərabərdir. 48-in içərisində 9 dəfə, 40-ın içində də 8 dəfə. 2 dəqiqə. Daha doğrusu 8 dəfə yox. Deməli, 48-in içində 9 dəfə 5, 45, 30-un içində 6 dəfə, 96 dəfə. A bəndinin izahını yazdıq. İndi isə uşaqlar, lövhəni təmizləyib keçirəm B variantının izahına. X və X plus 2 ardıcıl cüt ədədlərdir. X və X plus 2 ardıcıl cüt. Məsələn, tutaq ki, uşaqlar, bu 4-dürsə, bu 6-dır, bu 8-dirsə, bu 10-dur. Ardıcıl cüt ədədlərdir. Bu ədədlərə tərs olan ədədlərin fərqi 12-də 1 olarsa verilmiş ədədləri yazın. X-də 1, çıxaq 1 bölək X üstəgələk 2-də 1, tərsinin fərqi 12-də 1-ə bərabərdir. İndi uşaqlar, ortaq məxrəc seçirəm. Ortaq məxrəcdə məxrəclərin hasili götürəcəm. Hər ikisinə bölünsün deyə. Ortaq məxrəci x-ə böləndə tamamlayıcı vuruq. X plus 2 qaldı burada. Burada isə x qaldı. X üstə gələk 2. Burada da x. Bərabərdir 12-də 1-ə. Məxrəclər eynidir, olduğu kimi qalacaq. Surətlər çıxıb surətdə yazıram. X üstə gələk 2, çıxaq x bərabərdir 12-də 1. X-lər gedir, əks işarəlidirlər. Bir mənfi, bir müsbətdir. Toplayanda 0 eləyəcək. Surətdə qaldı ki, məxrəcdə x vuraq, x üstə gələk 2. Bərabərdir 1 bölək 12. Çarpaz vursam x vuraq, x üstə gələk 2. Bərabərdir 12-ni 2-yə vuranda 24. Çarpaz vurdum. Bizə də deyir ki, verilmiş ədədlərin hasilini tapın. Verilmiş ədədlərin hasili oldu 24. Beləliklə, uşaqlar, bu səhifədə olan çalışmaları yekunlaşdırdıq. Yerdə qalan çalışmaların izahını isə növbəti videolarımda çəkib sizlərlə paylaşacağım. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bundan sonra da bu cür video dərslərin davamının tez-tez gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videoları bəyənərək mənə dəstək olmağı unutmayın. Gələn dərslərdə görüşmək ümidi ilə hər birinizə dərslərinizdə uğurlar.